Bəli, salamlayıram, barənizin var. Məhəmməd müəllim, ümumiyyətlə Zelenskinin bu bəyanatı nə dərəcədə özünü doğrulda bilər? 2026-cı ildə Rusiya-Ukrayna arasında müharibə bitə bilərmi? Ümumiyyətlə proqnozlarınızı eşitmək istəyirdik. Baş verən proseslər göstərir ki, ümumiyyətlə Ukraynada Avropa müharibənin bitməsində maraqlıdır. Xüsusilə Ukrayna prezidenti Volodymyr Zelenskinin biz diplomatik təmaslarına baxdıqda onun bütün səyləri bu müharibənin tez bir zamanda bitməsinə hesablanır. Hətta Ukrayna tərəfi Berlində və Miami'də keçirilən danışıqlarında məhz 20 bəndli sülh planında uzun müddət Ukrayna dövlətinin NATO inteqrasiyası, NATO üzvlüyü olan siyasətindən də imtina etdi. Yəni göründüyü kimi Ukrayna tərəfi bir çox Rusiyanın tələb etdiyi şərtlər, tələb etdiyi müəyyən bəndlər vardı ki, onlardan imtina etdi. Onların da ən böyüyü məhz NATO-dan imtina etməkdir. Amma burada xüsusilə Miami'də, Florida'da keçirilən görüşlərdə 20 bəndli sülh sənədi razılaşdırılıb. Təbii ki, Rusiya bunu qəbul etmir. Avropa İttifaqı da, Amerika Birləşmiş Ştatları da artıq bu sənədlə razıdır. Amma göründüyü kimi son saatlarda, son dəqiqələrdə Rusiya yenə də bu danışıqlar prosesinə üstə xətt çəkdi. Və düşünürəm ki, məhz Rusiya planı 2026-cı ildə də müharibəni davam etdirmək, öz siyasi planlarını Ukraynaya qəbul etdirməkdən ibarət. Təhsil Ukraynaya deyil, həm Amerika Birləşmiş Ştatlarına, həmçinin Avropa İttifaqına bu günləri məhz Rusiya tərəfi 2022-ci ilin fevral ayında hansı tələblər və şərtlərlə Ukraynaya girib işğalına başlamışdırsa, indi də həmin şərtlərdə dayanıb. Təbii ki, Rusiyaya da, Kremlə belə bir arxancılığı da verən Ağ-Evdəki administrasiyadır. Çünki biz Trampla Vladimir Putinin məhz ötən günlərdə 2 dəfə telefonla danışıqlarından sonra Donald Trump'ın Rusiyada sülh istəyir, Rusiya Ukraynanın inkişafını, Ukraynaya ucuz elektrik verəcəyini də qeyd etməsi. Yəni göründüyü kimi bir növ Rusiya bir çox məsələlərdə ABŞ administrasiyasında təsir edir və bu proses onu göstərir ki, müharibə davam edəcək. Yəni Rusiya diplomatik dillə, sülhlə, Ağ-Evlə danışır, amma real, faktiki olaraq Kiyevi və digər ərazilərini atəşə tutub. Qeyd edim ki, artıq Rusiya öz ordusuna Zaporojye, Xarkovu tamamilə işğal etməsi istiqamətində əmr verir. Yəni görüldüyü kimi 2026-cı il müharibənin davam etdirilməsi gözlənilir. Mən bir məsələni də soruşmaq istəyərdim. Görünür burada ümumiyyətlə Ukrayna tərəf bir çox məsələlərdən narahatdır. Onlardan biri də deməli Zaporojye atom elektrik stansiyasının gələcək taleyidir. Bax bununla bağlı da proqnozlarınızı eşitmək istəyirdik. Zaporojye atom elektrik stansiyası 20 bəndli sülh mətnində var. Burada həm Amerika və Ukrayna bunu işlətməlidir, amma Rusiya buna etiraz edir. Rusiya deyir ki, mənim nəzarətimdə olmalıdır. Mən düşünürəm ki, Rusiya tərəfi Zaporojye atom elektrik stansiyasından imtina etməyəcək. Onu öz nəzarətdə saxlayacaq. Bu Avropada demək olar ki, Avropa qitəsinin ən böyük atom elektrik stansiyası və Ukraynanın enerji infrastrukturunun böyük həcmini özündə ehtiva edir. Bu bir növ Rusiyanın əlində həm güc, həm fiziki güc, həmçinin yumuşaq güc. Ona görə də düşünürəm ki, bununla bağlı razılaşma, orta məxrəcə gəlmək çətin olacaq. Yəni Rusiya burada imtina etməyəcək. Rusiya iki prosesi imtina etmək, tutduğu ərazilərdən çıxmamaq, təbii ki, bəzi əraziləri istisna olmağa, amma Zaporojye ilə bağlı Zaporojye atom elektrik stansiyasını təbii ki, Ukraynaya təhvil vermək planına malik deyil. Rusiya güzəştə getməyəcək.
Aha. Kiyev uzunmüddətli təhlükəsizlik təminatı tələb edir. Bunu hər dəfə çıxışlarında onsuz da bildirirlər. Moskva isə danışıqlarda mövqelərini təsir edə biləcək yeni şərtlər irəli sürərək prosesi diqqətlə izlədiklərini həmişə qeyd edirlər. Ümumiyyətlə soruşmaq istəyərdim ki, nə baş verir? Əslində burada Moskvanın mövqeyini necə dəyərləndirmək olar? Moskvanın burada mövqeyi qeyri-obyektivdir. Təbii ki, Ukraynaya Amerika Birləşmiş Ştatları və Avropa dövlətləri, Avropa İttifaqı təhlükəsizlik təminatı verməlidirlər və sülh mətnində də bu var. Konqresdə, həmçinin digər Avropa ölkələrinin parlamentlə bu qəbul olunmalıdır, belə bir qətnamə. Amma Rusiya tərəfi bundan ehtiyaclıdır. Rusiya tərəfi istəmir ki, ümumiyyətlə Ukraynaya və Amerika Ukrayna təhlükəsizliyə təminat versin. Xüsusilə parlament tərəfinə sadəcə Rusiya sənəd üzərində müəyyən bir deklarasiya ilə yenidən ABŞ və Rusiyanın Ukraynanın təhlükəsizliyə təminat verməsini istəyir. Rusiyanın planı bundan ibarətdir. Təbii ki, bu da absurddur. Ukrayna tərəfi də məhz təhlükəsizlik təminatında Rusiyanın həmin deklarasiya sənədində imzasının da olmasını istəmir. Rusiyanın əsas strateji planı ondan ibarətdir ki, Donbas tamamilə Rusiya verilsin, Kiyevdə Zelenskiy getməklə yeni bir hökumət qurulsun və o hökumətdə Moskvanın diktəsi ilə hərəkət etsin. Bu günləri ABŞ və Rusiya arasında aparılan danışıqların da əsas tezisi bundan ibarətdir və çox təəssüf edirəm ki, Donald Trump da Rusiyanın bu şərti ilə razılaşıb. Hazırda 20 bəndli sülh mətnində demək olar ki, masadan kənara qoymaq olar. Çünki artıq Rusiyada danışıqlar prosesindən uzaqlaşıb. Necə Donald Trump'ın 28 bəndli sülh planı qəbul olunmadı. Bu günləri masada olan 20 bəndli sülh mətnini də Rusiya qəbul etmədi. ABŞ da Rusiya təzyiq etmir və bu proseslə demək olar ki, fiyasko uğradı. Rusiyanın bu müstəvidə Ukrayna təhlükəsizlik təminatı ilə bağlı bir format formalaşdırması və digər tələbləri təbii ki, Rusiyanın sülh və atəşkəsdə maraqlı olmadığının göstəricisidir. Aydındır. Məhəmməd müəllim, son olaraq bir məsələyə də istəyərdim aydınlıq gətirəsiniz. Deməli, Ukrayna Valdaya, belə deyək ki, dron hücumu edibdir və Peskov buna bağlı açıqlama verib, bildirib ki, bu əslində Putin və Trumpa qarşı olan bir təhdiddir. Siz necə düşünürsünüz? Qəti surətdə Ukrayna prezidenti Volodymyr Zelenskiy belə bir sülh danışıqları prosesində, xüsusilə ABŞ və Vaşinqton arasında aparılan danışıqlarda Zelenskiy Trumpı qəzəbləndirməz. Belə addıma qəti surətdə gedə bilməz. Bundan əlavə, belə bir situasiyada Zelenskiy bilir ki, buna gedərsə, bu təbii ki, Ukrayna üçün ağır nəticələrə gətirib çıxara bilər. Kəşfiyyat var, kəşfiyyat məlumatları var ki, ümumiyyətlə belə bir hücum olmayıb, sadəcə olaraq Rusiya tərəfindən belə bir şou yaradılıb. Şounun da əsas məqsədi bundan ibarətdir ki, bununla əsaslan Ukraynaya hökumət kvartalına zərbələri bunlar əsaslandırsınlar və çox təəssüf ki, düşünürəm ki, Trump'ın da bununla razılığı alınıb ki, Zelenskiyə ciddi təzyiqlər edilsin ki, Volodymyr Zelenskiy Donbasın Ukraynaya Rusiya verilməsinə razılaşsın. Yəni, Ukrayna tərəfinin ümumiyyətlə Rusiyanın prezidentinin hər hansı bir iqamətgahına dron hücumu indiki danışıqlar məsələsində absurddur. Sadəcə olaraq bu Rusiyanın oyunudur, şousudur. Aydındır, çox sağ olun, təşəkkür edirik sizə. Sağ olun bir daha. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə keçirilən Rusiya-Ukrayna mövzusunu siyasi şərhçi Məhəmməd Əsədullahzadə ilə müzakirə etdik.